Salam müdürlər, axşamınız xeyir olsun. Mən bu gün müdürlərin hazırlıq proqramının 3-cü mövzusunu çəkirəm. Mövzumuz uşaq hüquqlarıdır, amma əlavə olaraq uşaq vəzifələrini də qeyd eləmişəm. Demək, uşaqların 6 hüququ var və aşağıdakı vəzifələri var. Gəlin vaxt itirmədən keçid edək mövzumuza. Demək, məktəbəqədər təhsil sahəsində uşaqların aşağıdakı hüquqları vardır. 1. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Yəni, bunu uzun-uzadı yadda saxlamaq lazım deyil. Qısa olaraq deyin, keyfiyyətli təhsil almaq. Yəni, uşağın keyfiyyətli təhsil almaq hüququ var. Daha sonra, şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığına zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq. Qısaca deyin ki, yəni bunu mən ona görə qeyd edirəm ki, testlərdə yəni rahat şəkildə tapa biləsiniz. Təbii ki, hamısını əzbərləyə bilərsinizsə, nə gözəl. Əzbərləməkdə problem olan müəllimlər varsa, qısa açar sözlərdən yadda saxlaya bilər. Baxın, fiziki, psixoloji zorakılıq hallarından müdafiə olunmaq. Yəni, şəxsiyyətin alçaldılmasına zaten bu hissəsini yadda saxlasanız, yuxarıdakı da yadınızda qalacaq. Fiziki və zorakılıq hallarından müdafiə olunmaq. Daha sonra, uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiya və təbliğatdan müdafiə olunmaq. İstənilən informasiyadan, təbliğatdan müdafiə olunmaq hüququ. Ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq. Demək nə? Tibbi müayinə xidmətlərindən yararlanmaq. Bu hissə. Hamısını qeyd elədiyim kimi, hamısını əzbərləyə bilərsiniz. Sadəcə yadınızda qalmasa belə qısa formada, yəni əzbərləyə bilərsiniz. Daha sonra, müəyyən olmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin olunmaq. Yəni, qısa olaraq deyin ki, keyfiyyətli qida ilə təmin olunmaq. Keyfiyyətli qida ilə təmin olunmaq. Asudə vaxtının və istirahətinin səmərəli təşkili meyl və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq. Yəni, asudə vaxt üçün münasib şəraitlə təmin olunmaq. Baxın, münasib şəraitlə təmin olunmaq. Bu qədər rahat yəni. 6 dənə hüququ var və bu formada yadda saxlayın. Yəni, o mənim qeyd elədiyim, altından xətt çəkmişdim. O formada yadda saxlasanız kifayət edir. Daha sonra gəlirik vəzifələrə. Vəzifələr hansılardır? Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə digər vətəndaşların hüquq və mənafelərinə hörmətlə yanaşmaq, öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini və ətraf mühiti qorumaq. Yəni, əlavə şərh vermirəm ona görə ki, yəni cümlələr başa düşüləndə hər biriniz anlayırsınız nə demək istədiyini. Daha sonra, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Hamısı da yadda qalan cümlələrdir, yəni. Yəni, belə cümlələr zaten testdə düşsə, siz rahat şəkildə tapacaqsınız. Çünki, yəni, vəzifə etməlidir, onun borcudur. Amma hüquq edə də bilər, etməyə də bilər. Daha sonra bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yoluna nail olun. Yəni, təbii ki, bu vəzifələri icra etmək əlbəttə ki, valideynin borcudur. Ona görə ki, o uşaqları başa salmalıdır, evdə onun, belə deyək də, anlaması üçün şərait yaratmalıdır. Təbii ki, biliklərə yiyələnmək. Ola bilər ki, uşaq bunun mahiyyətini dərk etməz, amma valideyn niyə biz oxumalıyıq, niyə öyrənməliyik, onun uşaqlara mahiyyətini başa salsa, təbii ki, onda da oxumaq üçün hər hansı bir həvəs yaranar. Və ya da ki, özünü faydalı fəaliyyətə hazırlamaq olsun. Daha sonra böyüklərdən necə yanaşmaq lazımdır, onlarla necə münasibət qurmaq lazımdır, onlara təbii ki, hörmət etmək lazımdır. Ətraf mühiti qorumağın vacib olduğunu, bunların hamısı yenə də qeyd elədiyim kimi, evdə valideyn başa salmalı, öyrətməli və bu ruhda tərbiyə etməlidir. Dərsimiz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əlavə də hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsində yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.